Salam olsun hər kəsə. Bir neçə gün öncə burnumun üzərindəki donqarlıqla bağlı paylaşım eləmişdim. O paylaşımı eləməkdə bir neçə insanların fikrini götürmək üçün. Yəni həkim haqqında çox insanlar tanımadı, mənfi rəy bildirirlər və yaxud mənim özüm haqqında. İndi bax o paylaşıma həkimin özündən bir aydınlıq gətirmək istəyirik. Deməli, mən öncə qeyd elədim bu barədə. Baxın, əməliyyatdan sonra, burun əməliyyatlarından sonra nəticəni biz dərhal görə bilmirik. Burun əməliyyatlarının özəllikləri çox, yəni burun oturuşması deyirlər. Yəni bu müəyyən qədər bir vaxt aparan bir şeylərdir. Xüsusilə də əl-əxsusda ki, kişi burunlarında qalın dərli burunların bərpası ödəmin yatmasından, burunun oturuşmasından söhbət gedir. Nisbətən çox vaxt aparır. Bəzən biz 6 ay, 7 ay sonra belə də ki, burunda ödəmin qaldığını görürük. Bəzən 1 ildən sonra biz nəticəni, istədiyimiz nəticəni əldə ala bilirik. Yəni bu qədər və belə deyim, o da öz növbəsində bu şişkinliklər də burunda ilk dönəmdə illüziya olaraq müəyyən bir əyriliklər belə deyim, araya gətirə bilir, bildirə bilir, amma ki onlar zamanla keçib gedən bir şeylər. Məsələn, burun belində gördüyünüz həmin o donqarlıq olsun. Yəni ki onu biz bir ay sonra pasientlərə masaj proseduru tövsiyə edirik. Yəni pasientlər bunlara riayət etməlidirlər. Və yekunda da ki, belə deyim, biz istədiyimiz nəticəni görürük. Və bizim həkimimiz bəzi həmkarlarından fərqli olaraq öz peşə yoldaşlarına, öz həkim dostlarına uğurlar arzulayır və hər birinin uğuruna sevinir. Çox gözəl doktorum var, çox da gözəl əl işi var. Əsas odur, burnumuz əyirə də bilər, düzələ də bilər, insanlığımız əyilməsin.